Herkese salam. Deyirlər bu kriminal aləmdə məşhur bir qanun var. Meyit yoxdursa cinayət də yoxdur. Bəs ortada dövlətin büdcəsindən, sonra pensiya fondundan oğurlanan milyonlarla manatlar var da. Yəni bu çox böyük cinayət kateqoriyasına aid daxil. Bəs indi mənim mövzularımda bu kateqoriyaya aid bir cinayət varsa, yəni hər şey necə olmalıydı? Və o cinayətin şahidi sağ-salamat ayaq üstədirsə, normal bir həyatını yaşayırsa, yaşamağa da çalışırsa, belə bir halda yəni necə bir addım atmalıdır qarşı tərəf? Yəni əslində bunun cavabı çox sadədir. Yəni həmin o gənci ictimaiyyətin, dövlətin, yəni gözündə şey eləməlidirlər. Xəyalət kimi də, yəni onu yəni ruhi xəstə, narkoman, psixi xəstə, yəni bu tip xəstəliklər kateqoriyasında onu göstərərək, yəni onun sözünə heç kim inanmasın. Yəni onun iş qabiliyyətini, onun həyatını, onun xoşxalq, yəni bir sözlə onun keçmişini yəni silirlər ki, yəni meyit kağız üzərində olsun. Yəni mənim çəkdiyim videolar ki var, yəni kanalımda olan o 54 dəqiqəlik video ki var, yəni onu izləyən insanlar bilirlər mən nədən danışıram. İndi bu gün də mən bu videonu çəkməyə qərar verdim və o 54 dəqiqəlik video və ondan öncəki videolar, onların mən digər yəni alt qatlarını danışmağa çalışıram. Yəni o digər məntiqlərini açacağam. Yəni məni diqqətlə dinləyin və yəni burada bir hər hansısa bir ailə məsələsi, pul davası yoxdur. Yəni burada həm dövlətə qarşı qurulmuş, yəni korrupsiya şəbəkəsinin bir parçası deyə bilərəm. Onun yəni ifşasıdır. Eyni zamanda mən yəni bir insanın öz cinayətini örtbasdır etmək üçün qurduğu oyunlar. İndi mən bu illər ərzində mən elə bilirdim ki, yəni o gənc vaxtlarımda 18 yaşımda hərbi hospitalda mənə diaqnoz qoyulur, migren. Yəni sıradan bir şeydir, yəni baş ağrı. İndi təsəvvür edin ki, bir migren diaqnozuna görə gedən proseslər. İndi sən demə ağsaqqallar, yəni mənim o ağsaqqallar, Məmməd Rəsul, Şaiq, Rövşən və s. Bunlar, yəni bu hiləgərlər də, onlar astarada həkimlərə rüşvət verərək, yəni hospitalın verdiyi diaqnoza o sənəd bir kənara tullayıb, mənim sap-sağlam bədənimə 12 barmaq bağırsaq xorası yazdırıblarmış. İndi bu sual yaranır da, niyə məndən bunu 13 il gizlədiblər? O cinayəti mənə niyə deməyiblər? Çünki onlar çox yaxşı bilirdilər ki, mən hələ 2014-də, yəni bu şeylərin alt qatlarını görməsəm də, tam bilməsəm də, yəni niyə görmədiyimi digər videolarda izah edirəm. Bir şəkildə mən yaxşı bir şeylər hiss etmədim və bundan imtina elədim. Yəni mən bilsəydim ki, mənim adıma xora, nədir o? 12 barmaq bağırsaq xorası diaqnoz yazıblar, mən buna etiraz eləyərdim. Bilmirəm, mən həmin vaxtı şikayət eləyərdim, elə bilirəm ki, onları yəni öz üzərimə götürərdim, elə bilirəm, amma yox, bilmirəm nə qərar verərdim həmin vaxtı, amma yəni bunu etiraz eləyərdim də yəni buna bir şəkildə və bu da onlar üçün avtomatik ən böyük risk olardı həmin vaxt. Zaten onlar o riskləri görüblər başqa şəkildə. Yəni bu insanlar mənim illərlə manipulyasiya ilə aldatdılar da, fakt. İndi
Bəziləri deyəcək ki, ay Mənsur, sən necə aldanmısan? Necə aldanmısan? Dövləti soyan, dövləti aldatmağı bacaran məni necə aldada bilməz ki? Məni necə bu işlərdə beləsinə bu vəziyyətə gətirə bilməz? Necə ola bilər bu? Yəni, dövləti soyan, övladına, yəni, belə baxıram, elə eyni şeydir, övladına da bu şeyləri eləmiş olur. Yəni, övladını, qardaşı, oğlunu niyə aldada bilməsin ki? Onlar, yəni, dövləti soyublar, dövləti aldadıblar. Yəni, mənim inam etibarımla, hisslər, yəni bu şeylərlə necə, yəni ki, bu necə aldada bilməzlər ki, mən? İndi ən əsas sual, nəyə görə 2021-ci ildən sonra bunlar mənim həyatımı cəhənnəmə çevirdilər? Əsas suallardan biri. Yəni, niyə 2016-da yox, 2014-də yox, 15-də yox, 17-də yox, 18-də yox? Yəni, niyə başqa müddətdə olmadı? Sırf 2021-ci ildən sonra oldu. Sual. Çünki elə dövlətin özü də 2021-ci ildən sonra ayıldı. Yəni, dövlət şeyləri, bu qurumlar o rəqəmsallaşmağa doğru getdi. Yəni, kağızdan imtina edən dövrə qədəm qoydu. Niyə? Yəni, niyə 2016-da yox, 17-də yox, 18-də, 20-də falan yox? 2021-ci ildən sonra başladılar mənə bank kağızlarımda, o öncəki videolarda təfərrüatlı danışdım, ruhi xəstə yazmağa, dəli damğası qoymağa, psixi, narkoman, digər anlaqsız, şizofreniya falan, sən öz başında qurursan bunları, yəni başda qurmaq da o da şey kimidir, anlaqsız da, yəni bu şeyləri sən, yəni niyə bunları 2021-dən sonra elədilər? İcraçı direktor Rövşənlə nəyə görə mənə dəlixanaya apardılar? Nətər olur bu? Bu təsəvvürlə sən 2025-ci ildə sən bir qərara gəldi. Həm ruhi görürlər, öncəki videolarda danışmışam bunları. Ruhi xəstə alınmadı, o birisi alınmır, bu birisi alınmır. Amma asan bir yolu seçdilər, narkoman da damğası. Yəni, niyə bunu 2021-dən etibarən başladılar eləməyə? Bu sualdır. Sual, yəni vacib suallardan biri də odur. Ona görə ki, elə 2021-ci ildən təxminən etibarən elə dövlətin özü də ayrılmağa başladı. Rəqəmsal, yəni kağızdan, belə deyək, yəni kağız yox da, yəni rəqəmsallaşmağa doğru başladı inkişaf eləməyə. Elektron prokurorluq sistemi, EPIST, din portalları qurulmağa başladı. Yəni, dövlət milyonlarla pul xərcdir bu elektron şeylərə. Yəni, bu cür kağızla olan saxtakarlıqların qarşısı alınsın. İndi dövlətdə bu boyda dəyişikliklər olandan sonra bu məlum klan üzvləri, Məmməd Rəsul, Şaiq, Rövşən və digərləri necə panikaya düşməyə bilərlər? Necə onları qorxuya düşməyə bilərlər? Sizin bu qədər cinayətləriniz var, Allah bilir onlardan başqa nələriniz var. Siz əlbəttə panikaya düşərsiniz, qorxuya düşərsiniz. İndi təsəvvür edin ki, indi 2021 dediyimiz. Mənə komissiyaya çağırırlar. İndi mərkəzləşdirilmiş komissiya, həkimlər və s. Mən gedirəm komissiyaya. İndi Astaradakı şey yox da, o yuxarıdadır da, indi görünür. İndi təsəvvürlə mənə çağırırlar, Mənsur, buyur, gəl görəksən, həqiqətən xəstəsən, yoxsa yəni necə, bu, zaten dövlət bilir də, saxtakarlıqlar var, bunu üzə çıxartmaq mövzusu var. Durub elə, hər bildiyi adamı tutub, başının qulağından tutub gətirmirlər ki, şeyə, ki, yəni, sən beləsən, eləsən, nə olsun bilirlər, sən eləsən. Bunun yolları var da, indi bu cürdür bunun yolu. Buyur, gəlin keçin. İndi mən də getmişəm, indi həkim mənə deyir, sənədlər də onun qarşısında, necə ki, mənim əlimdə kağız parçaları var, onun da öz kağızları vardır qabağımda. Yəni, bu arada, bir dənə bunu da deyim, o, sizin üçün kağızlar şeydir, mən üçün qaralamadır. Siz o kağıza o, belə...
kağızlar mənim üçün qaralama rolundadır, şeyindədir, yəni qüvvəsindədir. Bildilər kimlərə deyirəm. Hə, indi həkim komissiyası mənə deyir, kağız qabağında, vərəq qabağında, yəni faktlar da yəni də qabağında. O cür kağızlar yoxdur, yəni reallıq. Kağız olmasın belə. Qabağında deyir mənə. Yəni hətta mənə təsəvvür edin ki, baxır, az gülümsəyərək deyir. Təbii ki, yoxlanışdan sonra. İndi şeyi salır, mənətə var. Salır, o üçün hər şey, yəni ki, qarşısında deyir, bala, ay vətəndaş, ay oğlum, ay bala, sən mənə qayıdıb deyirsən, 13 ildir mədə 12 barmaq mədə xorası xəstəliyi adıyla dövlətdən 13 ildir pul alırsan. Kompensasiyalar və s. Necə ola bilər? Sənin mədən mənim mədəmdən sağlamdır. Mənə qayıdıb deyir. Mən də belə baxıram, deyirəm, təşəkkürlə qayıdıb mən də ona böyürəm. Bilirəm də mənim mədəm salamatdan sonra mən də sizinlə eyni fikirdəyim. Siz niyə bu mənə təkrar deyirsiniz ki, yəni o error gedir beyində. Deyirəm, cənab həkim, mən bilirəm də mənim mədəmdə onsuz problem olmuyor, şükür Allah. Yaxşıdır hər şey beyin. Mən migrinə görə alırdım hər şeyi. 13 illik pensiya kompensasiyanı. O qayıda deyirsən, nə danışırsan ki? Nə migrin? Migrinə görə 13 il pul alarlar. Ala bilər kimsə. Necə ola bilər o? Ay yox, sənin mədəndə şeydir. Mövzu açılır. Sonra da oturur mənə başı salır ki, görür ki, o da bunun özünün də heç xəbəri yoxdur, deyir. O necə deyir? Qız evində deyirlər, toyda, oğlan evinin xəbəri yoxdur, belə bir söhbət. Oturur mənə başı salır, deyir, bala bax, görürsən yazılır. Görürcə şey eləmirəm də, yəni normalda, yəni belə vəziyyətdə qayıdıb nə deməlidir adam? O yox, mənim, indi o gözlür ki, mən deyim ki, biz mənim mədim təzə sağalıb, 12 barmaq və s. yəni. Ona görə şeydir belə. İndi o, ümumi olaraq o nəticəyə gəlir ki, bu, başı salır ki, bu 2008-ci ildə hərbi hospitalın verdiyi sənə sadə baş ağrıdır. O sənin iş qabiliyyəti şeyləmir olursun. Amma bu 2008-dən sonra bəs sən Astorada və sən komissiyalardan keçmişsən axı. Sən biz mədə bağırsaq, 12 barmaq, yara, yazva, sonra nədir onu? Xora, bunlar və s. Deyirəm ki, həkim, mən sizi başa düşdüm, sənədlər ortada. Mən heç bu mövzuları bilməmiş. Mən 2014-cü ildə heç bunları bilməmiş belə mən imtina eləmişəm bu şeylərdən. İşləyirəm, gücümdə normal yəni. Oldu bala, getkinə. Çıxır gedir, nə baş verir sonradan? Oturub düşünəyib, nə baş verir? Şaiq, Rövşən, Məmməd Rəsul və digərləri. Hamısı bu işdə əli olanlar, nədir o? 179-cu maddə ilə neynirlər? Əlləri qandallanır, gedirlər istirahətə. Yəni ki, həbsə. Yəni ki, o həbs qorxusuna görə onlar, o ağsaqqallarım, məni məhv etməyə qərar verdilər. Bəli, qərar verdilər. Yəni, onlar məni o komissiyaya, o dediyim komissiyaya necə göndərməli idilər? Yəni, sağlam bir mənsur kimi necə məni ora göndərə bilərlər? Əlbəttə ki, mənə başı xarab, dəli, ruhi xəstə, anlaqsız, narkoman, psixi xəstə, şizofreniya və s. sənədlərdə olan yazdığı şeylərə görə mən bunları cavablandırıram. Yəni, mənə onlar o cür göndərməli idilər ora. Amma o cür də göndərə bilmirdilər axı. Çünki icraçı Rövşənlə Məmməd Rəsul, bunlar məni dəlixanaya aparanda, məni qəbul eləmədilər, ora, axırda bir dənə gəldilər, dedilər, əlimizdə olan bir dənə bu narkomanın yadı, bunu bir dənə şeydik, heç olmasa bu olsun əlimizdə. Məhz buna görə mənim əziyyətlə 17 ilə yaxındır ki, qurduğum biznes, ümumiyyətlə bütün o ailə şeyləri,
hər şeyi, yəni şey eləmək, yəni məhv eləmək. Onlara o lazım idi. O başqa yolları yox idi. Bunlar əlbəttə eləməlidir. Mənim biznesimi batırmalıdırlar. Mənim üçün hər cür problem çıxartmalıdırlar ki, onlar dövlət qarşısında Mənsuru iş qabiliyyəti olmayan bir fərd kimi göstərmək. Yalnız olan qurtuluşu oradadır. Mənsurun iş qabiliyyəti yoxdur. Şaiq nə gəl mənə deyir? Sən bir dənə xırda iş edirsən. 17 ilin ustasıyam. Mənə deyirsən ki, belə, o birisi vəsait, digər şeylərin hamısı öncəki videolarda var. Bəs elə ona görə indi çox danışdığım şeylərin hər bir cümlənin faktı olduğuna görə onlar da inşallah öz vaxtı var, çıxacaq. Mən sadəcə danışıram. Məhz ona görə sosial şəbəkələrdən xoş görüntüləri silmək, sildirmək, hansısa yollarla klan üzvləri bunlara xidmət edib, bu məqsədə xidmət edib. Bunların hamısı sosial şəbəkələrdən iş iziminin itirilməsi, xoş anların şeyləri, övladlarımla, ailəmlə xoş anların şəkillərinin sildirilməsi, gizlədilməsi. Mənim heç şübhəm yoxdur ki, yəni o elçilərə gələcəm birazdan, o elçilərin içində bu neysə onların, bilmirəm, yəqin ki olmaz, yox, onların yəqin ki sadəcə o məqsədlə ola bilməz, yəni onlarda da bu tip şeylər var, qaranlıq məqamlar. Yəni sırf sadəcə olaraq hamısı elə pula görə deyil də, öz şeyləri də var orada. 12 barmaq. Yəni bax buna görə o öncəki videolarda danışıram, 2025-ci ildə mənim öz xoşumla gedirəm, test verirəm və s. Orada təxribatlar. Yəni təsəvvür edin ki, mən 2025-ci ilin sentyabr-oktyabr ayında öz xoşumla gedirəm test verməyə diaqnozda. Bu narko testdə damğanı qoyublar axı. Təsəvvür sənin aid olmayan bir şeyi sənə deyirlər, belvə qoyublar. Sən də özünü izah eləməyə çalışırsan. Öncəki videoda təfərrüatlarını danışmışam. İndi təsəvvür ondan öncə, mən Rusiyada olanda Şaiq mənə zəng vurur, deyir. Sənin atan deyir ki, sən 5 ildir narkomansan. Artıq görürlər axı, yəni ruhi xəstə və s. Bunların heç biri tutmur da. Amma mən elə bilirəm ki, sən uzun illərdir, 15 il falandır sən şeydir. Onu mənə deyən başqa bir dahi şəxsiyyət var. Eyni Şaiqin dediyi sözü mənə. O Şaiqin dediyi söz şey deyil, o telefonda demişdi, amma o məlum şəxsin dediyi söz o da buradadır yəni. Sən də o elçilərin içindəsən əslində. Bilirsən kim deyirəm. O da o söz deyir mənə. Məndən 1 saat vaxt keçirməyən adam, yəni mənə əslində bilir ha, yəni normal hər şey. Yəni bu sözü demək. Yəni bu 2025-ci ildə hələ testin cavabı gəlməmiş, testdən mən keçməmiş, ondan neçə aylar əvvəl mənə Şaiq deyir ki, sən narkomansan. Nə oldu, narkoman idim, biz dedim axı, gəlin bir dənə gedək tibbi ekspertiz eləyək. Deyirdim axı, mənim yuxarıda mənim güclü həkimlərim var və s. Qardaş oğlum sənə etiraz edir ki, deyir ki, yox da ola bilməz. Sən gözünlə şahid olmadığın bir şey, yəni sən niyə onda getmədin tibbi ekspertizə yaparmadın onu? Adama bu sualı verərlər. 2025-də Məmməd Rəsul sənə deyəndə gedək tibbi ekspertizə eləyək, niyə getmədin? Hə? Gedərdik də tibbi ekspertizə, niyə getmədin? Çox narahat idiniz mənim o şeyimlə bağlı gör. Yəni ortada ssenarini yazmışsınız, həm özünüz ssenari yazırsınız, həm də özünüz oynayırsınız. Yəni Mənsur bütün bunları danışsa, ona heç kim inanmasın. Yəni Mənsur yaşayan bir dənə cəsəd olsun sizin üçün. Amma ki, alınmadı. İstir sizin o rüşvətxor polisiniz. Mən sadəcə qanunla hərəkət eləmişəm. Keçən videolarda da demişəm. Normal qaydada prosesi aparmışam. Kişi baş prokurorluğa aparmışam. Öz vaxtını gözləyir orada. Elə bilirdiniz ki, mən o 05 ilə 05-06 2026 və
18.06.2026-da mənə göndərdiyiniz o, yəni güya ki o vaxtı yazılan zərfləri mənə 04.07.2026-da Suraxanı rayon prokurorluğuna göndərdiyim ərizədən sonra niyə onları göndərdiyinizi mən bilmirəm. Niyə bilmirəm ki, mən niyə o 04.07.2026-daki prokurorluğa, Suraxanı rayon prokurorluğuna elektron qaydada yazdığım ərizədən sonra niyə göndərdiyinizi bilmirəm, elə bilirdiniz. O 08.07.09.07.2026-cı ildəki mənə o 30-cu pol şöbəsindən gələn zərflərin məqsədini yəni, bilməyəcək qədər bilmirəm ki, yəni bilirəm. Bilmədiklərimdə öyrənirəm. Siz mənimlə bu dövlətin çıxartdığı milyonlar xərclədiyi rəqəmsal mövzularda məndən heç yerə indi də sizin son çırpıntılarınızı mən görürəm. Nə bilim, hansısa pulla, yalanla başını aldatdığımız qohumlar, başlarını bişirdiyimiz o mənim qohumlar ki var, elçilər. Yəni mənim yanıma göndərib, nağıllarınızı onlarla mənə çatdırıb, onları da riskə atırsınız. İyulun 29-unda, ondan əvvəl gəlirlər ki, Mənsur pul məsələsidir, mənim də ailə məsələsidir, filan məsələdir. Özünüz qorxursunuz o sözləri gəlib mənə deməyə, indi bilirsiniz, hər şey qeydə alınır. Yəni ki, mənim yazdım gələn elçilər, sizə deyim. Siz yəni ümumiyyətlə başa düşmüşsünüz ki, nəyə alət olursunuz? Şaiqin, Məmməd Rəsulun, Rövşənin, digərlərinin sözlərini mənə çatdıranlar, sizə deyirəm. Siz mənə o ağsaqqalların sözlərini gəlib ötürməklə, nəinki mənim, dövlətin siz milyonlarla pullarını oğurlayanların cinayətlərini ört-bastır eləməyə, yəni o şeyə töhfə vermiş olursunuz. Yəni mənim sizə yazığım gəlir. Kimlər də bilirlər. 29 iyuldan etibarən geriyə geçsək, ondan sonra olmayıb. Hamınızı deyirəm, yəni elçilərdən. Nəyə alət olduğunuzu bir oturun fikirləşin. Görün kimlərin sözünü gətirib çatdırırsınız mənə. Və o çatdırdığınız sözlər görün nələrə xidmət edir. Sən onları istir dövlət xəttində, istir nə bilim, yəni çöldə, bayırda mən onları necə bir vəziyyətə saldığımı siz oturun, baxın, görün, fikirləşin. Ondan sonra deyin mənə, onların nağıllarını gəlin danışın mənə. Və mənə izləyən əziz izləyicilər, yəni kimlər ki bu 13 illik cinayətin o keçən videolarda da dedim, laqonla ilə kəsməsi mümkün olmayan maska taxan o ağsaqqallar ki var, rüşvətxorlar, sistemdən nə. Yəni, baxın, görün, onlar nə vəziyyətdədirlər. Bütün bunları bilmək istəyən izləyicilərim də mənim kanalımdakı həm o 54 dəqiqəlik videoya və digər videolara da baxıb bunları tam parçaları zeynində birləşdirə biləcək və mənzərəyə ondan sonra daha aydın görə biləcəksiniz. Bu videolar mənim övladlarıma, qızıma, oğluma, yəni onlar üçün mənim yəni tarixçədir bu mənim onlar üçün saxladığım, qurduğum. Yəni ki, mən izləməyə davam edeyim. Bu nədir ki? Nə qədər həqiqətlərin üstü açılacaq.